Milli Hidrometeorologiya Xidməti əhaliyə ciddi xəbərdarlıq edib. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 11-i axşam saatlarından başlayaraq 14-ü gündüzədək 3 gün ərzində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Yağıntılar ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcək. Bu müddət ərzində güclü leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı yüksəkdir. Yüksək dağlıq ərazilərdə, xüsusilə 2000 metr və yuxarıda qar yağacaq. Ən böyük təhlükə, yağıntıların intensiv xarakter alması nəticəsində çaylarda suluğun kəskin artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi ehtimal olunur. Bu, xüsusilə kiçik və orta dağ çayları yaxınlığında yaşayan əhali və ərazilərdə sel təhlükəsini artırır. Hansı rayonlar risk altındadır? Böyük Qafqazın cənub və şimal yamacları, Kiçik Qafqaz, Naxçıvanın dağlıq zonaları, Qarabağ dağları və dağətəyi ərazilər, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Qazax, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa və ətraf rayonlar və s. Məsləhətlər və tövsiyələr. Dağlıq ərazilərə səyahət planlaşdıranlar mümkün qədər səfərlərini təxirə salsınlar. Sel təhlükəsi olan ərazilərdə yaşayan vətəndaşlar çay yataqlarından, dərələrdən və aşağı hissələrdən uzaq dursunlar. Sürücülər yol hərəkəti zamanı xüsusi diqqətli olsunlar. Dolu və güclü yağış yolları sürüşkən edə bilər, görüş məsafəsini azaldır. Təsərrüfat işləri aparanlar, heyvandarlıq, əkin sahələri, əlavə tədbirlər görsünlər. Uşaqlar və yaşlı insanların təhlükəsizliyinə xüsusi diqqət yetirilsin.